Salam əhvalınız dəyərli izləyicilər, xoş gördük əziz Azərbaycan dil ədəbiyyat həvəskarları. Mən Azərbaycan dil ədəbiyyat müəllimi qabiliyyətkarı bu günlərdə Dövlət İmtahan Mərkəzinin dərs proqramında olan bəzi mövzuların izahını verməyə çalışacağım. Ümid edirəm ki, bizim bu izahların hər bir kəs müəyyən qədər də olsa faydasını görmüş olacaq. Bugünkü izahım feilin təsriflənməyən formaları haqqında olacaq. Təsriflənməyən formadan feili bağlama haqqında. Demək, biz əvvəlki dərslərimizdə məsdər, feil, sifət haqqında kifayət qədər məlumat vermişik. Bu mövzular haqqında danışarkən feillər nəyə görə təsriflənən, təsriflənməyən formalar şəklində qruplaşdırılır, bu haqda da məlumat vermişik. Qısa olaraq bir daha bu hissələri xatırladaq. Feillər şəxsə, kəmiyyətə, bəzən də zamana görə dəyişirsə, bu feillər təsriflənən feillərdir. Şəxsə, kəmiyyətə, bəzən də zamana görə dəyişə bilməyən feillər, təsriflənməyən feillər şəklində qruplaşdırılır. Bundan başqa, təsriflənməyən formalar feillə yanaşı ikinci bir nitq hissəsinin xüsusiyyətini daşımış olur. Biz məsdər mövzusunu təkrarlayanlar, məsdər iki nitq hissəsinin xüsusiyyətini daşıyır. Həm feilin, həm ismin. Feili sifət həm feilin, həm sifətin xüsusiyyətini daşıyır. Feili bağlama isə bugünkü mövzumuz feili bağlama mövzusudur. Demək, feili bağlama da iki dənə nitq hissəsinin xüsusiyyətini daşıyan təsriflənməyən formadır. Demək, feili bağlama bir feilin, bir də nədir? Zərfin xüsusiyyətini daşıyır. Yəni, demək, biz məsdər mövzusunda dedik, məsdər həm feilin, həm ismin, feili sifət həm feilin, həm sifətin xüsusiyyətini hansı şəkildə daşıyırsa, feili bağlamada eyni qaydadır. Feili bağlamada iki dənə nitq hissəsinin xüsusiyyətini daşıyır, həm feilin xüsusiyyətini daşıyır, həm də zərfin xüsusiyyətini daşıyır. Biz təsriflənməyən mövzular haqqında ümumi məlumat verərkən qeyd eləmişdik ki, burada feildən başqa ikinci nitq hissəsi nədirsə, bunlar cümlə üzvlərinə görə nə olursa, təsriflənməyən formalarda məhz o şəkildə cümlə üzvü olur. Tutaq ki, biz məsdər mövzusunu danışanda biz dedik, məsdər həm feilin, həm ismin xüsusiyyətini daşıyır. Burada feildən başqa ikinci nitq hissəsi nə idi? İsim idi. İsim cümlə üzvünə görə nə olurdu? Mübtədə, tamamlıq xəbər. Demək, məsdər də olur, mübtədə, tamamlıq xəbər. Feili sifətdə feildən başqa ikinci nitq hissəmiz nə idi? Sifət idi. Sifət cümlə üzvünə görə təyin olurdu. Şəxs xəbəri şəkilsiz qəbul edən xəbər olurdu. İsimləşərkən də cümlə üzvünə görə mübtədə, tamamlıq xəbər olurdu. Feili sifətdə yenə eyni qaydadır. Burada feili bağlamada feildən başqa ikinci nitq hissəmiz nədir? Zərfdir. Zərf adətən cümlə üzvünə görə zərfli olur. Demək, feili bağlamada cümlə üzvünə görə adətən zərfli olur. Feili bağlama, bir də qeyd edib, feildən başqa ikinci nitq hissəsi nədir? Zərfdir. Zərf cümlə üzvünə görə nə olur adətən? Zərfli olur. Feili bağlamada cümlə üzvünə görə zərfli olacaq. Ümumiyyətlə, feili bağlamanın zərflə, biz əvvəlki dərsdə yenə qeyd edildiyimiz kimi, feili sifətin sifətlə oxşar xüsusiyyətləri deyəndə və yaxud da bir-birindən ayrı edəndə, yalnız şəkilçilərə görə biz bunları bir-birindən necə seçirdiksə, feili bağlamada yenə eyni qaydadır. Tutaq ki, biz dedik ki, maşın sürətlə gedir. Maşın sürətlə gedir. Necə gedir? Sürətlə gedir. Demək, bu nədir? Nitq hissəsi baxımına görə zərfdir. Cümlə üzvünə görə nə oldu? Tərs hərəkət zərflidir. Demək, feili bağlamada, zərf necəsə, feili bağlamada demək olar ki, eyni qaydadır. Ancaq feili bağlamanın özünə məxsus şəkilçiləri olur. Hansı şəkilçilərdir? Ib, araq, madam, dıqda, dıqca, ınca, armaz, arkən, aa, bir də mamış. Bu şəkilçilər varsa, biz feili bağlama deyəcəyik. Misal üçün, bax, bu şəkilçilərdən biz istifadə edirik, eyni qayda. Tutaq ki, maşın sürətlə gedir, yəni bu şəkilçiləri qəbul edən sözdən sonra ayrıca feil gəlməlidir. Bu halda nədir? Feili bağlamadır. Tutaq ki, deyirik ki, Azər qaça-qaça gedir. Demək, neylədir? Azər qaça-qaça gedir. Burada qaça-qaça şəkilçisi nədir? Qaça-qaça.
Burada AA nədir? Feili bağlama şəkilsidir. Demək, feili bağlama şəkilsi araq, madan, dıqdar, dıqca, ınca, armaz, arken, aar, mamış. Bu şəkilslər varsa, yəni bu şəkilslər, yəni bunların yerində işlədilir. Tutaq ki, biz dedik, maşın sürətlə gedir. Yəni bunların yerinə artırmaqla, yəni bu şəkilsləri istənilən hər hansı bir sözlər əlavə edirik. Özündən sonra ayrıca feil gəlirsə, bu halda nədir? Feili bağlama şəkilsizlərdir. Tutaq ki, deyirik ki, at ayaqlarını yerə döyüb kişilədi. Misal üçün, qaçaraq getdi. Misal üçün, qaça-qaça getdi. Uşaq anasını görməmiş getmirdi. Demək, bu şəkilsizlər, yenə deyirəm, harada varsa, özündən sonra feil gəlirsə, bu halda nədir? Feili bağlama şəkilsidir. Feili bağlama şəkilsizləri ümumiyyətlə tərz anlayışı bildirə bilir, zaman anlayışı bildirə bilir, səbəb anlayışı bildirə bilir. Yəni bu işlənmə yerinə görə belə deyək ki, bu anlayışlardan birini ifadə edə bilir. Feili bağlama, ümumiyyətlə feili bağlama, istəyir feili sifət, istəyir məsəl şəkilsizlər. Bunların şəkilsizlər hamısı qrammatik şəkilsizlərdir. Bir daha qeyd edim ki, feili təsriflənməyən formaları, məsdər, feili sifət, feili bağlama şəkilsizlər, bu şəkilsizlər harada gördük? Qrammatik şəkilsizlərdir. Bir daha da bu qaydanı deyim, feilin qrammatik məna növünün şəkilsizlərindən başqa bütün şəkilsizlər qrammatik şəkilsizlərdir. Bu qayda da sizə kömək olar. Yenə deyirəm, feilin qrammatik məna növünün şəkilsizlərindən başqa bütün şəkilsizlər nədir? Qrammatik şəkilsizlərdir. Feili bağlama şəkilsizləri içərisində, ümumiyyətlə, feili bağlama dedik ki, iki dənə nitq hissəsinin xüsusiyyətini daşıyır. Bir feilin xüsusiyyətini daşıyır, bir də zərfin xüsusiyyətini daşıyır. Tutaq ki, biz dedik ki, təsriflənməyən formada feili bağlama bir təsriflənən forma, belə deyək ki, feillərlə oxşar xüsusiyyəti var, bir də zərflə oxşar xüsusiyyəti var. Biz məsəl mövzusunu belə deyək ki, qeyd edəndə, məsəl mövzusu haqqında məlumat verəndə, məsələrin belə deyək də, feillə oxşar xüsusiyyətləri dedikdə, məsələrin təsriflənən feillə oxşar xüsusiyyətləri hansı şəkildədirsə, feili bağlamanın da təsriflənən forma ilə demək olar ki, oxşar xüsusiyyətləri eynidir. Demək, istəyir feili bağlama, istəyir təsriflənən feillə. Hər ikisi leksik mənaya malik olurlar, hər ikisi qrammatik mənaya malik olurlar, hər ikisi təsdiq və inkar olur, hər ikisi təsirli və təsisiz olur, hər ikisi ətrafına söz toplayır. Bu feili bağlamanın təsriflənən feillə ortaq xüsusiyyətidir. Bundan başqa feili bağlamanın zərflə ortaq xüsusiyyətləri var. Feili bağlamanın zərflə ortaq xüsusiyyətləri hər ikisi feillə bağlı olur, hərəkətin müxtəlif cəhətləri izah edir, quruluşda sadə düzəltmə mürəkkəb olur və s. və s. Feili bağlama ətrafına topladığı sözlərlə bir yerdə tərkib əmələ gətirir. Misal üçün deyirik ki, at ayaqlarını yerə döyüb kişiləndi. Nə etdi? Kişiləndi. Nə tərzdə ayaqlarını yerə döyüb. Demək, feili bağlama ətrafına topladığı sözlərlə bir yerdə məsəl feili sifəti necə tərkib əmələ gətirilirsə, feili bağlama da eyni şəkildə, yəni ətrafına topladığı sözlərlə bir yerdə tərkib əmələ gətirir. Bir də bir qayda ilə də ən çox biz qarşılaşırıq. Mış şəkilçisi var, mış şəkilçisi. Mış şəkilçisi işlənmə məqamına görə, işlənmə yerinə görə həm ola bilər ki, feili sifət şəkilçisidir, həm də ola bilər ki, feili bağlama şəkilçisidir. Bax, nümunə olaraq nə deyəcəm? Tutaq ki, feili sifət şəkilçiləri olanda, mış şəkilçisi, feili sifət olanda, yəni feili sifətin sualına cavab verir. Necə cür hansı sualına cavab verir? Uzağı isimləşəndə isim xüsusiyyətlərini daşıyıb isimin sualına cavab verə bilir. Ancaq feili bağlama şəkilçisi kimi biz bunu işlədiriksə, özündən sonra mütləq şəkildə feil gəlməlidir. Bax, nümunədə deyirəm ki, tutaq ki, keçmişləri yada sal. Bax, burada mış şəkilçisi, tutaq ki, keçmiş günləri yada sal və ya da keçmişləri yada sal. Burada feili sifət şəkilçisidir. Yenə deyirəm, ya bu sifətin sualına cavab verə bilər, necə hansı sualına cavab verə bilər və ya da keçmiş günləri yada sal. Burada mış şəkilçisi nədir? İsimləşir.
Demək, burada nə olacaq? Feili sifət şəkilsi. Demək, mış şəkilsi işlənmə yerinə görə həm feili sifət şəkildə olacaq, həm də feili bağlama şəkildə olacaq. Tutaq ki, deyirik ki, biraz keçmiş, tutaq ki, hər hansı bir şey deyəcək, qapı döyüldü. Tutaq ki, biraz keçmiş, qapı döyüldü. Qapı nədir? Döyüldü. Bax, burada feili sifət şəkilsidir. Burada feili bağlama şəkilsidir. Misal üçün, biraz keçmiş, qapı döyüldü. Demək, mış şəkilsi işləmə məqamına görə, işləmə yerinə görə həm feili sifət şəkilsi ola bilər, həm də feili bağlama şəkilsi ola bilər. Yəni, bu, belə deyək ki, yeni qaydaya əsasən olan bir şəkilsidir. Bu şəkilsiləri də mən sizə dedim. İnşallah, ümid edirəm ki, bizim bu izahların hər bir kəs üçün müəyyən qədər də olsa faydasını görmüş oluruq. Feili bağlama mövzusu haqqında bu qədər məlumat versək, mənə elə gəlir bəs olar. Diqqətinizə görə təşəkkür.